Salam dəyərli dostlar. Bugün mən sizə yaşıl üzlü testdən söz yaradıcılığına aid olan testlərin izahını verəcəm. Vaxt itirmədən birinci testə keçək. Deməli, verilmiş cədvəldə doğru fikirləri müəyyən edin. A variantında deyir ki, eyni köklü sözlərin kökündəki sözdə heç bir halda amonimlik olmaz. Bu fikir yanlışdır, qabağına doğru yazılıbdır. Ona görə A-nı götürə bilmərik. Eyni köklü sözlər, məsələn, deyək ki, bağdakı sözü ilə bağlı, baxatlı sözü eyni köklüdür. Buradakı bağ sözü amonimdir. Bir-birinə qarşı amonimliyi ola bilməz. Amma normalda eyni köklü sözün kökü amonimlik xüsusiyyətinə malik ola bilər. Ona görə A variantı yanlışdır. Qabağına doğru yazıldığı üçün biz bunu götürmürük. Mürəkkəb sözlərin tərəfləri müstəqil söz kimi morfoloji təhlilə cəlb edilmir. Bu fikir doğrudur. Məsələn, ayaqqabı sözündə biz onu bütövlükdə ayaqqabı deyirik, mürəkkəb isimdir. Demirik, ayaq isimdir, qab isimdir. Bu formada morfoloji təhlil eləmirik onu. Qabağını yanlış yazıldığı üçün B-ni də götürmürük. C-yə baxırıq. Dalaşqandır sözündə ikinci, üçüncü şəkilçilərin sözün quruluşunu dəyişməyibdir. Deməli, dalamaqdan dalaşqandır. Deməli, burada ikinci və üçüncü şəkilçilər, bu ş şəkilçisi sözün quruluşunu dəyişib. Sadədən düzəltməyə çevrilibdir. Qan artıranda da düzəltmə olaraq qalıb, dır artıranda da düzəltmə olaraq qalıb. Deməli, ikinci, üçüncü şəkil sözün quruluşunun tərzi dəyişməyibdir. Fikir doğrudur, qabağına doğru yazıldığı üçün C-ni doğru cavab kimi götürürük. Düşünməyin məstərində bitişliyi samit işlənibdir. Düşünmək k-dır burada, k-yə keçibdir. Ona görə burada bitişliyi samit yoxdur. Fikir yanlışdır, qabağına doğru yazılıb, D-ni götürə bilmərik. Sadə sözlərin tərkibində qrammatik şəkilçi işlənə bilər. Bu fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün E bəndini də götürə bilmərik. 2 ilə davam edirik. Deyil, leksik şəkilçi qoşulduğu sözün quruluşunu dəyişə bilir. Hansı sözlərdə fərqləndirilmiş şəkilçi leksik olsa da yuxarıdakı qaydaya tabi olmayıbdır. Deməli, soyumaqdan soyutmaq. Ucu burada artırılıbdır. Yenə də düzəltmə olaraq qalıb. Sözün quruluşu dəyişməyibdir. 1-i götürdük. Sonra 2-də dağılışmaq sözünün dağılmaq sadədir. Iş artılıb, onun quruluşunu dəyişib 2-ni götürmürük. Odun, odunçu. Odunçu sözü düzəltmədir. Luq artırılıbdır bura. Quruluş dəyişməyib. Yenə də düzəltmə olaraq qalıb 3-ü götürürük. Sevməkdən sevimlilər dəki. Sevimli sözü düzəltmədir. Dəki artırmışıq. Quruluş dəyişməyib. Yenə düzəltmə olaraq qalıbdır. 4-ü götürürük. Geyinmək sözündə gey sadədir. Geymək sadədir. Geyinmək düzəltmədir. İmbun quruluşunu dəyişibdir. 5-i götürmürük. Deməli 1, 3, 4 A bəndi testinin doğru cavabıdır. Üçüncü testdən davam edirik. Dəyişdirilmişdir sözündə sözün kökü dəyişdi. Dəyişdən dəyişdirilmişdi. O birində də bildirdi daha doğrusu bildirki sözündə. Bildirkilərdə bildirdi. Bildirkilərdən. Deməli, burada biz müqayisə edib doğru cavabı müəyyən etməliyik. Sözün kökü 2 samit yanlış seçməliyik burada. 2 samit bir saytdan ibarət deyil. Dəyişmək sözün kökü deməli 3 samit 2 saytdan ibarətdir. Bu fikir doğrudur, amma ikinciyə də aiddir bu. Çünki ikincidə də deməli 2 samit 1 saytdan ibarət deyil, bildirdi sözün kökü. Bu hər ikisinə getdiyi üçün, yəni ortaya getdiyi üçün bir yanlışdır. Bizə də yanlış lazım olduğu üçün doğru cavab kimi götürürük. Tərkibindəki feili bağlama şəkilçisi ilə amonim olan şəkilçi işlənib. İkincidə yoxdur, birincidə mış şəkilçisi feili bağlama ilə amonimdir. Hadisədən 5 saat keçmiş. Orada feili bağlamadır. Biz feili bağlamanı keçəndə deyə orada ifadə edəcəyik ki, daha sonra ifadə etmişik ki, feili bağlama şəkilçilərindən mış, digər feili bağlama şəkilçilərinin əvəz olunanda feili bağlama şəkilçisi kimi işlənir. Məsələn, hadisədən 5 saat keçmiş, keçəndə andadan əvəz olunur. Deməli, 2 doğrudur, biz onu götürmürük. 3-ə baxırıq. Kökü və əmələ gəldiyi nitq hissəsi eyniyyət təşkil edir. Dəyişmək sözün kökü, dəyişdirilmişdir sözün kökü feildir. Özü də feildən yaranıbdır. Bildirkilər sözün kökü də deməli zərfidir. Özü də bildir zərfindən əmələ gəlibdir. 3 doğrudur, ona görə götürmürük. Tərkibində dır üstü 4 şəkilçisi işlənibdir.
Baxaq görək burada. Dəyişdirilmişdir sözündə var, amma bildiricilər sözündə yoxdur. Ona görə 4 ortaya gedə bilməz, uyğunsuzdur. Yolxucudur sözü ilə şəkilçinin sayı eynidir. Yoldan yoluxmaq ucudur. Deməli, şəkilçilərin sayı orada da 3-dür, burada da 3-dür. Şəkilçinin sayı deyir ha, növü demir. Yəni leksik, qrammatik bizim üçün fərqi yoxdur. Burada 1 leksik, 2 qrammatik var, say 3-dür. Burada da 2 leksik, 1 qrammatik var, say 3-dür. Deməli, 5-i biz doğru cavab kimi götürəcəyik. Bizə doğru lazım olmadığı üçün deməli 5-i götürə bilməliyik. Formacı dəyişən bu sözün kökü 2-yə calıdır. Hər ikisi formacı dəyişib, hər ikisinin kökü 2-yə calı olduğu üçün 6 ortaya getməlidir. Ona görə uyğunsuzdur. Testin doğru cavabı 1, 4, 6 B bəndidir. Sözlərin birində sifət düzəldən şəkilçi ilə amonim işlənibdir. Duzlu sözündə elə sifət düzəldən şəkilçidir. Ona görə A-nı götürmürük. İllik sözü sifət düzəldibdir. B-ni götürmürük. Yoldan yoluxmaq, yolxucu, ucu şəkilçi sifət düzəldir. D-ni götürmürük. Əlaçıda ç ancaq isim düzəldir, sifət düzəltmir, eyni götürmürük. Hələlik sözü zərfdir, lik burada zərf düzəldibdir. Və illik sözündə gördüyümüz kimi, aylıq sözündə gördüyümüz kimi orada sifət düzəldə bilər. Deməli, buradakı lıq şəkilçi sifət düzəldən şəkilçi ilə amonimi təşkil edir. Hansı variantda fərqləndirilmiş söz sifət kimi düşünülməsə, eyni köklü cərgə yaranmaz? Yaşlı, yaşayış, yaşantı. Yaşlı sözün kökü insanın yaşıdır. Yaşayış sözün kökü isə deməli yaşdan yaşamaq, yaşayış olacaqdır. Yaşantı sözün kökü isə deməli biz burada yaşlı sözünü başqa nitq səsi kimi düşünə bilmirik. Deyir sifət kimi düşünülməsə, yaşlı ancaq sifət kimi düşünüləcəkdir. Ona görə A variantını biz çıxırıq. C bəndində güləş sözünü sifət kimi düşünə bilmirik. Ona görə C-ni çıxırıq. Deyir sifət kimi düşünülməsə, deməli bunu sifət kimi düşünməliyik də. Güləşi sifət kimi düşünə bilmirik. Düzdür sözünü sifət kimi düşünsək, burada dır qrammatik olacaqdır. Ona görə eyni köklük yarada bilməz. Orada deyir sifət kimi düşünülsə eyni köklük yaratmalıdır. Ona görə D-ni götürmürük. Dərindən dərinlik, dərindir. Dərindir sözü sadədir. Dərindən sözünü biz sifət kimi düşünsək də, düşünməsək də digərlərinə eyni köklük olmayacaq. Ona görə E bəndi səhvdir. Qorxulu sözün kökü qorxmaqdan, qorxu, qorxulu. Qorxmaqdan qorxu, qorxutmaq. Hər ikisinin kökü sifətdir. Əgər biz qorxaq sözünü fe'l kimi düşünsək, bu formada ya A üstə gəlsin ya da aq formasında təhlil olunacaqdır, sadə olacaqdır. Fe'l kimi düşünsək eyni köklük yaratmayacaqdır. Amma sifət kimi düşünsək, aq burada leksik olacaqdır. Deməli eyni köklük yaradacaq. Deməli doğru cavab B variantı olacaq. Bizə deyir ki, qorxaq sözü, yəni fərqləndirilmiş sözü sifət kimi düşünməliyik ki, o digərindən eyni köklük yaratmış olsun. 6-cı testdən davam edirik. Deyir, hansı sözlər başlanğıc forması yara olmayan yara ismi ilə eyni köklük təşkil edir? Əgər başlanğıc forması yara olmayan yara ismidirsə, bu sevgili yar mənasındadır. Sözümü yara çatdır. A, burada qrammatik olacaq. Başlanğıc forması yar olacaq. Deyir, başlanğıc forması yara olmasın. Əgər başlanğıc forması yara olsaydı, yarmaqdan yara olardı. Başlanğıc forması yara olardı. Amma burada deyir, başlanğıc forması yara olmasın. Deməli, nə olmalıdır? Yara isimidir, başlanğıc forması yar olacaqdır, sevgili mənasında. A, orada qrammatik şəkilçidir. Deyir, ismi ilə eyni köklük təşkil edir. Bu yara ismi də sadə olduğu üçün, digər sadə sözlərdə eyni köklük yaratmadığı üçün heç biri digəri ilə eyni köklük, yəni o yara ismi ilə başlanğıc forması yara olmayan yara ismi ilə eyni köklük təşkil edə bilməz. 7-ci testlə davam edirik. Doğrudur, yanlışdır. Sıxıcı sözü ilə eyni köklü olması üçün sıx sözünə laş şəkilçisi artırılmalıdır. Deməli, sıxıcı sözün kökü sıxmaq feilidir. Sıxa laş şəkilçisi artırsaq, sıx sifət olacaqdır. Ona görə bir doğru deyil. Yoxuş sözü ilə yoxluq sözü eyni köklü əmrə gətirə bilmir. Bu fikir doğrudur. Çünki yoxuş sözün kökü yoxuşdur, amma yoxluq sözün kökü yoxdur. Bunlar bir-birinə eyni köklük yarada bilmir. Doğrunun altından doğru cavab kimi götürəcəyik. 3-ə baxırıq. Formaca dəyişmək eyni köklü sözlər üçün xarakterik ola bilən xüsusiyyətdir. Formaca dəyişə bilir eyni köklü sözlər.
Ona görə 3'ü doğrudur, yanlışın altına götürə bilmərik. Vurğusuz sonuncu hecadə olan düşünməyin faydası məstərdir burada. Düşüncə sözü də eyni köklü əmələ gətirə bilər. Düşüncə sözünün kökü isə düşünməkdən düşüncə. Bu düzəltmə bu sadə olduğu üçün bunlar bir-birinə eyni köklü yarada bilmir. Ona görə 4 yanlışın altından doğrudur. 2-4 B bəndi testinin doğru cavabıdır. Tərkibinə görə təhlil müxtəlif cür düşünə bilən sözləri müəyyən etməliyik. Ayaqlanıbdır sözündə ayaqdan kimsə ayaqlanıbdır. Ayaqlamaq, ayaqlamaqdan ayaqlanır. Kimsə ayaqlandı. Yəni təpikləndi, ayaqlandı mənasında. Burada iki cür təhlil olunacaqdır. Bir də uşaq ayaqlandı sözündə artıq orada lanı biz bir yerdə götürəcəyik. Onu iki cür təhlil olundu deməli bu. Biri götürdük. Yaşlanmışdı. Yaşdan yaşlamaq, nəyəsə yaşlayırıq. Sulamaq, yaşlamaq, yaşlanmaqmışdır mənasında ikisi. Qocalmaq mənasında olanda yaşlamaq sözünü yaşdan yaşlama olmur. Yaşlan bir yerdə götürəcək. Deməli bunu da iki cür təhlil elədik. Daşlaşacaq sözündə daşdan bir-biri ilə daşlaşır. Uşaqlar bir-biri ilə daşlaşır. Daşdan daşlamaq, daşlaşmaq. Amma daşlaşacaq sözünü biz deməli möhkəmlənmək mənasını ifadə etsək, məsələn sement daşlaşacaq. Orada laşı bir yerdə götürür. Deməli burada iki cür təhlil olunacaqdır. Yollanmışdı sözündə yoldan yollamışdıq. Oxunacaq sözündə də oxumaqdan oxunmaq acaq. Deməli bunları bir cür təhlil elədiyimiz üçün 4-5 doğru cavab ola bilmir. Testin doğru cavabı 1-2-3 E bəndidir. Hansı variantda kökü və başlanğıc forması bit olan söz işlənmişdir? Deməli bitirməmişdi. Sözün kökü bitdi. İr burada leksikdir. Mamə inkardır. Mamə leksikdən sonra artırılır. Yəni ir leksikdir burada. Başlanğıc forması bitirdi. A bəndi doğru cavab ola bilməz. Bitirməlidir sözündə. Yəni də bitməkdən bitirməlidir. Burada başlanğıc forması səhvdir. Yəni bit deyil. Bitirir sözünə eyni sözdə iki eyni şəkilçi olarsa eyni formalı şəkilçi. Biri leksik, biri qrammatikdir. Burada da başlanğıc forması bitirdi. Bitirərsə yenə də irsə bu qrammatikdir. Başlanğıc forması bitirdi. Bitirmiş sözündə artıq vurğu irin üzərində düşürsə mışq deməli burada imişdi. İmiş hissəciyi də qrammatik şəkilçidən sonra artırıldığı üçün ir də qrammatikdir. Deməli sözün kökü də başlanğıc forması da bitdi. Doğru cavab D bəndidir. 10-cu testdən davam edirik. Gəlin birinci bunu təhlil edək. Qorxunc sözündə qorxmaqdan qorxunc, qorxmaqdan qorxu, qorxuluq, qorxmaqdan qorxutmaq, qorxudulmuş, qorxmaqdan qorxu, qorxuluq. Deməli, deyir sözlərdə cədvəllərin uyğunluğunu müəyyən edin. Sözlərin hamısını nəzərə almalıyıq. Doğrudur deyir. Tərkibində feildən isim düzəldən I şəkilçisi işlənibdir. Qorxunc sözündə məsələn yoxdur. Bir səhvdir. Kökü və yarandığı nitq hissəsi fərqlidir. Qorxunc sözün kökü də yarandığı nitq hissəsi də eynidir. İki səhvdir. Doğrunun yanına verilə bilməz. Eyni köklü sözlərdir. Qorxmaqdan qorxunc, qorxmaqdan qorxuluq, qorxmaqdan qorxutmaq, qorxmaqdan qorxu. Bu doğrudur. Yanlışın altına verilə bilməz. Tərkibində iki söz düzəldici şəkilçi işlənibdir. Deməli, qorxunc sözündə bir dənə var. Ona görə bu yanlışdır. Deməli, yanlışın qabağına doğru cavabdır. Sözlərdən birinin tərkibinə görə təhlili müxtəlif cür düşünülə bilər. Elə bir söz yoxdur. Ona görə 5 yanlışdır. Sözlərdə yalnız ikisi isim müxtəsiyyətini daşıya bilər. Qorxulu sözü, qorxunc sözü, qorxudulmuş sözü 3 dənəsini tapdıq artıq burada. Ona görə 6 da ehtimal ola bilməz. Testin doğru cavabı yalnız D bəndidir. Qorxulu, qorxunc sifət də isim müxtəsiyyətini daşıya bilər. Qorxudulmuşu da feili sifət kimi götürsə, o da isim müxtəsiyyətini daşıya bilər. 11-ci sualdan davam edirik dostlar. Eyni köklü sözlər müxtəlif nitq hissələrindən yarana bilər qaydasında doğru və yanlış olduğunu müəyyən edərək onun təsdiq edən variantı müəyyən edilir. Ümumiyyətlə, eyni köklü sözlər kökü eyni nitq hissəsi olmalıdır. Yarandığı nitq hissəsi fərqli ola bilər. Kökü eyni nitq hissəsidir, yarandığı nitq hissəsi fərqli ola bilər. Deməli, bu fikir doğrudur. Doğrudursa, yəni yanlışların üzərindən xətt çəkirik. İndi doğruya bax. Doğrudur. Eyni köklü sözlər üçün sözün müxtəlif köklərdən yaranması yox, kökü eyni olmalıdır. Ona görə B bəndi səhvdir. Doğrudur, çünki sözün kökü E-yə baxsa,
və yaranması arasında fərq olmamalı. Bu da səhvdir, çünki kökü ilə yaranması arasında fərq ola bilər. Doğrudur, eyni köklü olan sözlər kök eyni, yaranma fərqli ola bilər. D bəndi doğrudur. Kökü eyni, yaranması fərqli ola bilər. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Deməli, istiqamət, imiz sadədir, A bəndi getdi. Alışmaqdan alışqan, alışmaq sözü özü sadədir, ona görə B bəndi getdi. Qanmaqdan qandır, qandırıl, qanadılmış sözün kökü qandır. Qandırılma sözündə qanmaqdır, qanmaqdan qandırmaqdır. Burada isə qan ismidir. Ona görə C bəndi getdi. Müxtəlif nitq hissəsidir. İncidilmədik, inciməyin. İnciməyin sözü deməli bu sadə olacaqdır. Ona görə D də getdi. Bezməkdən bezdirmək, bezməkdən bezikmək, bezməkdən bezgin. Hamısının kökü bezməkdə, hamısında da düzəltmə olduğu üçün E variantı testinin doğru cavabı. 13 ilə davam edir. Sözlərdən birinin tərkibində tərkibcə digərlərindən fərqlənir. Gəzməkdən gəzinti, görməkdən görüntü, döyməkdən döyüntü, soyumaqdan soyut ucu, ovuntu sözün kökü isə untu bir yerdə gedəcək. Ovunmaq sözü yoxdur burada. Uyğun gəlmir. Ona görə E variantında bir leksik, digərlərində isə kök və iki leksik şəkilsindən ibarətdir. Hansı sözün tərkibində dır xəbərli şəkilçisi ilə amonim olan dır şəkilçisi işlənibdir? Bu tapmaq asandır. Dırın leksik şəkilçisi kimi biz baxmalıyıq. Leksik şəkilçisi kimi baxdıqda isə onun sonuna maq artıra bilirik. Gəzdirirdirmək olmur, 1 getdi. Oxudurmaq olmur, 2 getdi. Yazacaqdırmaq olmur, 3 getdi. Bildirirdirmək olmur. Deməli, bildir sözün kökü ümumiyyətlə bildir. Bircə dəqiqə yox. Burada 14-də deməli bu hissəyə diqqət eləmədik. Bilməkdən bildirmək. Dirdən sonra mək artıra bildik. Deməli bunu götürəcəyik. Sonra dəyişməkdən dəyişdirmək 2-ni götürəcək. Amma incidirmək olmur. Bunu götürməyəcək. 2-6 B bəndi testinin doğru cavabıdır. İxtiyari bir sözün tərkibində iki şəkilçi işlənibsə, o sözlə bağlı hansı fikir əmillə söyləmək olar? Sözün quruluşca sadə olması, əkinçi düzəltmədir. Sözün quruluşu düzəltmə olması, deməli, baxaq, kitabların 2 dənə var, amma sadədir. 1 getdi, 2 getdi. Sözün quruluşca mürəkkəb olmaması, mürəkkəb ola da bilər. Məsələn, açıq, ürəkli. 2 dənə şəkilçi var burada, amma mürəkkəbdir. Sözün yarandığı nitq hissəsini biz dəqiq deyə bilmərik onu. Sözün quruluşunun dəyişməsi, birinci şəkilçinin olması, sözün quruluşunun dəyişməsinin birinci şəkil, məsələn, əkinçidə birinci şəkilçidir, amma evimizdəki də ikinci şəkilçidir. Bunu da dəqiq deyə bilmirik. Yuxarıdakılardan heç biri olacaq. Testin doğru cavabı A bəndidir. 16-dan davam edirik. Deyir, aşağıdakı sözlərin hansı yaşlı insan birləşməsində aslı tərəfin kökünün amonimli eyni köklü təşkil edir. Yaşlı sözün kökü yaş. İnsanın 1 yaşı, 2 yaşı odur. Onun amonimi bir yaş parça, bir də göz yaşı mənasında yaş olacaqdır. Deyir, kökünü amonimli eyni köklülük təşkil edir bu da. Yaşlı, bu sözün kökü elə buradakından eynidir. Bunun amonimini istəyir bizdən. A bəndi getdi. Yaşdan, yaşlanmışam. Burada da yenə də sözün kökü yaş isimidir. İnsanın yaşı mənasında. Heç biri bu olmayacaqdır. Çünki burada C bəndi doğru olacaq. Yaşlısınız sözün kökü yenə də yaş. Bildiyimiz insanın yaşıdır, amma yaşardıcı sözün kökü yaşdır. Yaşdan yaşarmaq, yaşartmaq, yaşardıcı. İnsanın yaşı, göz yaşı mənasında və yaşardıcı maddədə deməli, yenə də eyni mənanı ifadə etdikdə bütün hallarda insanın yaşından söhbət getməyəcəkdir burada. Söhbət yaşdan gedəcək, yəni onun amonimindən gedəcəkdir. Bu baxımdan C variantı testinin doğru cavabı olacaq. Feildən düzələn sözləri müəyyən edin. Düzgünlük sözü düzgün sifətindən yaranır. Hazırlandı sözü hazırlamaq, hazırlanmaq. Deməli, istək sözündən yaranıb istəklilər. B bəndi getdi.
Döyüş ismindən yaranıb C bəndi getdi. Dilənmək feilindən yarandı. Salamlamaq feilindən yarandı. Qaralmaq feilindən yarandı. D bəndini doğru cavab kimi götürürük. Burada da deməli yararlıdır. Yaramaqdan yararlı olacaqdır. Yaradıcı sözü, yaratmaqdan yaradıcı, boyamaqdan boyaq sözü, feildən düzələn sözləri müəyyənləşdirək. Deməli, burada birinci söz çıxacaq, çünki o düzəltmə kimi getməyəcək, ona görə E variantı yanlışdır. 18 ilə davam edirik. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirməliyik. Deməli, leksik şəkilçi qoşulduğu sözün quruluşunu dəyişə bilər, dəyişməyə bilər. Bəli. Məsələn, əkin sözünə dəyişibdir, amma belə deyək, açıq ürəkli sözündə l şəkilçisi sözün quruluşunu dəyişmir, mürəkkəb olaraq qalıbdır. Qrammatik şəkilçi sözün qrammatik mənasını dəyişə bilər. Bu səhvdir. Sözün qrammatik mənasını dəyişmək nitq hissəsini dəyişmək deməkdir. O leksik şəkilçiyə aid olan bir xüsusiyyətdir. Eyni köklü sözlər formaca dəyişə bilsə də, əmələ gəlmə baxımından dəyişə bilməz. Bu səhvdir. Eyni köklü sözlərin kökü eyni hissəsidir. Eyni kökdən deməli, eyni kökdən yaranır, amma yarandığı nitq hissəsi fərqli ola bilər. Burada deyik ki, əmələ gəlmə baxımından dəyişə bilməz. Düzəltmə sözlərdə sözün kökü ilə başlanğıc forması eyni ola bilər. Bu 4 doğrudur. Deməli, daha doğrusu düzəltmə sözlərdə deyir sözün kökü ilə başlanğıc forması eyni ola bilər. Bu səhvdir. Bütün hallarda, məsələn, əkinçi sözünü götürsək, bütün hallarda burada sözün kökü əkdir, amma başlanğıc forması əkinçi olacaqdır. Bütün hallarda fərqli olacaq. Ona görə 4-ü fərqli götürürük. Sözün yaranması ilə başlanğıc forması eyni hissəsi ola bilər, düzdür. Məsələn, əkin sözündə yaranması ilə kökü eyni hissəsidir. Sözün yaranması ilə başlanğıc, əkin sözündə sözün yaranması ilə başlanğıc forması eyni hissəsi ola bilər. Burada fərqlidir. Amma indi götürsək, məsələn, bağlı sözünü, sözün kökü də və bağban sözünü götürək, bağban. Sözün kökü də, yarandığı nitq hissəsi də eyni nitq hissəsidir. Ona görə 5 doğrudur götürə bilməliyik. İkisi də isimdir, bağbandır. Sadə sözlərlə qoşulan leksik şəkilçilər sözün nitq hissəsini həmişə dəyişir. Sadə sözlərə qoşulan leksik şəkilçə sözün nitq hissəsini həmişə dəyişmir. Məsələn, bağban sözündə bağ isimdir, banı artırmışıq, yenə də isim olaraq qalıbdır. Ona görə 6 burada yanlış cavabdır. Yanlışın altından da biz yanlışı doğru cavab kimi götürəcəyik. Demək, testin doğru cavabı 1, 4, 6 B bəndidir. 19-dan davam edirik. Verilmiş sözlərə əsasən aşağıdakı uyğunluğu müəyyən etməliyik biz. Sayğı sözün kökü saymaqdan sayğı, deməli düzəltmə 1 oldu. Yoldan yoluxmaq, yolxucu 2 oldu. Sevda sadədir 1 oldu. Fəaldan fəaliyyət, deməli 3 oldu. Bələddən bələdiyyə 4 oldu. Bugünkülər və çox variantlı mürəkkəbdir. Sonra aramaqdan araşdırmaq, burada şıdırdır leksik şəkilçi dostlar, bu da düzəltmədir. Sonra qızarmış sözü də sadə olmuş olacaqdır. Deməli, 2 sadə, 1, 2, 3, 4, 5, 5 düzəltmə, 2 mürəkkəb söz var. Testin doğru cavabı A variantıdır. 20-ci testdən davam edirik. Maraqlı klasterlərdən biridir. Klasterlər əsasən uyğunluğu müəyyən etməliyik burada. Deməli, qızartmışdıq sözündə sözün kökü qızardı, qızart, qızartdırmışdıq. Ayaqlanmaq sözü də biz bunu ayaqdan ayaqlamaq, ayaqlanmışdır. Bu formada düşünə bilərik. Ayaqdan uşaq ayaqlandı desək, lanı bir yerdə götürə bilərik. Mışdır. Deməli, bunun təhlilini 2 cür düşünəcəyik. İndi burada A-ya baxsaq, 1-ə A yazsaq, D-də deyir ki, tərkibinə görə 2 leksik, 3 qrammatik var. Biz bunu səhv təhlil eləmişik.
2 leksik, 3 qrammatik var. Deməli, bu fikir doğrudur. E-yə baxsaq, kökü və yarandığı nitq hissəsini əmrlə müəyyən etmək mümkündür. Bəli, kökü qızarmaq feili, yarandığı nitq hissəsi də qızartmaq feilidir. Ona görə E doğrudur. Yəni, 1A olanda D doğrudur. 1A olanda F-ə baxırıq. Yazılış və deyiliş arasında 2 fərqli məqam var. Qızartdırmışdıq. Bir dənə fərqli var. 1A olanda F ola bilməz. Sonra 1B-yə baxaq. 1B olanda C-dədir ki, tərkibin təhlili 2 cür düşünülür. Düzdür. Yazışı deyiliş arasında 2 fərqli məqam var. Ayaqlanmışdı. Burada ayaqda qı-xıya, landa n-mıya, mışdırda da r düşür. 3 fərqli məqam var. Ona görə 1B olanda F variantı yanlışdır. Deməli, A olanda E doğrudur. 1B olanda kökü və yarandığı hissəsini əmrlə müəyyən etmək mümkün deyil. Çünki ayaqlamaqdan da yarana bilər, ayaqdan da yarana bilər burada. Ayaqdan yaranıb, burada ayaqlamaqdan yaranıb. Ona görə 1B olanda E variantı doğru olmadığı üçün D bəndi səhvdir. Fərqləndirilmiş sözlərdən hansının tərkibində bir-birlə amonim olan şəkilçi işlənməmişdir? Çaydan sözünə birinci dan isim düzəldən, ikinci dan çıxışlıqda amonim var, A bəndi getdi. Yatırır sözünə birincidə ı leksik, ikincidə qrammatikdir, bir-birindən amonimdir, B getdi. Əkinin biçilməsi, əkməkdən əkin, in. Deməli, burada birinci in leksik, ikinci in qrammatikdir. Bu da amonimdir. Yarasına, yarmaqdan yarasına, A. Burada birində leksik, birində qrammatik, bir-birinə amonimdir. Ayaqqabısı sözündə deməli, qabı ı-da, s-da, ikisi də mənsubiyyət olduğu üçün bunlar bir-birinə amonim götürə bilmirik. Testin doğru cavabı E variantı olacaq. 22-ci testlə davam edirik dostlar. Cümlədəki ən çox leksik şəkilçi işlənmiş sözləri müəyyən edib L-Venn diaqramasının doğru cavabı müəyyənləşdirin. Başlanğıcı sözündə başdan, başlamaq, başlanmaq, demində burada ıcı şəkilçidir. I da orada ğıc şəkilçi, I da orada qrammatikdir. Deməli, başlanğıc I. O birində də diksindirilmişdir sözlü olacaqdır. Dikdən diksindirmişdir. İndi baxaq. Leksik şəkilçinin sayı qrammatik şəkilçinin sayından daha çoxdur. İkincidə bərabərdir. 2 leksik, 2 qrammatik var. Birincidə isə 3 leksik, 1 qrammatik var. Ona görə biri doğru cavab kimi götürdük. Söz düzəldici, söz dəyişdirici şəkilçinin iştirak etdiyi bu sözün kökü təkhecalıdır. Hər ikisindən təkhecalıdır. Ona görə 2 ortaya getməlidir. Yəni səhvdir. 3-ə baxırıq. Sözün kökü ilə yarandığı nitq hissəsi fərqlidir. Sözün kökü ilə yarandığı nitq hissəsi fərqlidir. Hər ikisində köklə yarandığı kökü isimdir. Amma yarandığı nitq hissəsi burada başlanmaqdan feildir. Diksindirilmiş sözündə də dikdir, sifətdir, amma diksinmək feilindən yaranıbdır. 3 hər ikisinə aid doğrudur. Tərkibindəki şəkilçilərin sayı ovxaladacaqdır sözü ilə eynidir. Deməli, burada ovmaqdan xala, xalat, acaqdır. Bəli, say olaraq 4 dənə şəkilçi var. 4 dənə şəkilçi var. Tərkibindəki leksik şəkilçi. 2 leksik şəkilçi var burada. Burada da 2 leksik şəkilçi var, amma burada 3 dənədir. Ona görə 4 də biz doğru cavab kimi götürəcəyik. Tərkibinə görə təhlil müxtəlif cür düşünülə bilər. 5 yanlışdır. 1, 3, 4, A bəndi testin doğru cavabıdır. Aşağıdakı variantların hansında düzəltmə söz işlənməyibdir? İstəməkdən istək sözü var. A-da var. Sonra B-də böyüməkdən böyük sözü var. B-də var. C-yə baxırıq. Bu da sudan susamaq sözü var. C-də var. E variantında da deməli alınmaq sözü alınmış tərəvəz. Burada da var. D variantında yoxdur. D variantı testin doğru cavabı olacaq. 24-lə davam edirik. Deyir, leksik şəkilçilərin kəmiyyətcə eyni olduğu sözlərin sayını müəyyən edin. Əldən ələməyə, ələk, ələkçi.
3 dənə var burada. Sığırçınlar sözündə sığırçın olacaq elə sözün kökü. Burada 0-dır. Yanaşdırılmış sözün kökü yandan yanaşmaq, yanaşdırdılar 2 dənədir. Sonra duruxublar sözündə durmaqdan duruxmaq, duruxublar 1 dənədir. Ayaqlaşdırıldı, ayaqlaşdırıldı. Ayaqdan ayaqlaşmaq, ayaqlaşdırıl 3 dənədir. Deməli bu 3 dənələri götürdük. Bir sözdə yarandı. Danışırmış sözündə sözün kökü danışır. Burada da 0-dır. Leksik şəkildən sayı eyni olan bir dənə söz var. Əkinçi və ayaqlaşma, yəni cütlük mənasında bir cütlük var. Ona görə A variantı doğrudur. Qara hərflə verilmiş sözlərdən eyni köklü olanları müəyyən edin. Deməli, yaradan sözü, elə yaratmaq sözündən yaranıbdır. Yaradan axan qan, yarmaqdan yaradı. Deməli, 2. Sonra o birinə baxaq, yarmaqdan yarğan, yarmaqdan yarıq. Deməli, eşqimin nazlı yara. Burada bu sadə söz olacaqdır. Deməli, 2, 3, 4 A bəndi testinin doğru cavabıdır. 26-cı testdən davam edirik dostlar. Doğru və yanlış cədvəlindən doğruları müəyyən etməliyik. Deməli, bir də deyir ki, yoldakılar və yoldaş sözləri başlanğıc formaları fərqli nitq hissəsi olan eyni köklü sözlərdir. Bəli, biri yol, hər ikisinin kökü yol ismidir. Amma başlanğıc formasında biri yoldakı sifətidir, biri də yoldaş ismidir. Bir doğrudur, doğrunun qabağından doğru götürürük. Alış ismi ilə alış feili quruluşçu eynidir. Almaqdan alış, alış-verişdə. Amma alış feili quruluşçu sadədir. 2 yanlışdır. Doğrunun qabağından verilə bilməz. Vurğu sonuncu icraya düşən alın feili ilə almaqdan alınmaq, aldırmaq feili eyni köklüdür. Bu doğru cavabdır. Amma yanlışın qabağından verildiyi üçün 3-ü götürmürük. Sonra 4-ə baxırıq. Eyni köklü sözlərin başlanğıc forması, yarandığı nitq hissəsi və tərkibindəki şəkillərin sayı həm fərqli, həm eyni ola bilər. Buna aid əvvəldən də nümunələr verə gəlmişik. Bəli, başlanğıc forması eyni ola bilər, fərqli də ola bilər. Yarandığı nitq hissəsi deməli və tərkibindəki şəkillərin sayı eyni ola bilər, müxtəlif də ola bilər. 4 doğrudur, doğrunun qabağından götürülür. Qızartmaq, qızdırmaq. Qızartmaq, qızdırtmaq sözləri eyni nitq hissəsindən yaransa da leksik şəkillərin sayı fərqlidir. Eyni hissəsində yazılıb. İkisi də feildən yaranıb, amma leksik şəkillər birində bir dənədir, birində 2 dənədir. Bu doğrudur. Yanlışın altından verildi, qabağından verildiyi üçün yanlış olacaqdır. 1-4 C bəndi testinin doğru cavabıdır. 27-ci testdən davam edirik, əziz dostlar, dəyərli dostlar. Deməli, qalaqlanmışdır sözündə. Sözün kökü qalama, qalaq, qalaqlama, qalaqlanmışdır. O birində də burulğandakılar sözündə burmaqdan burulmaq, burulğandakılardır. Deməli, bu sözlərə əsasını tapmalıyıq. Gəlin doğru cavab əsasını müəyyənləşdirək. C variantı doğru cavabdır. Biri A yazsaq, B-də deyir ki, kökü düymələmək feilin kökü ilə eyni hissəsinə aiddir. Düyməkdən düymə, qalaqlamaq sözün kökü də qalamaqdır, yəni üst-üstə yığmaq mənasına qalamaq. Düymə sözün kökü də düymək feili. Kökü eynidir. B-ni götürdük. E-yə baxırıq. Sözün leksik mənası 3 dəfə, quruluşca növü isə 2 dəfə dəyişibdir. Quruluşca növü isə 2 dəfə dəyişibdir. Leksik mənası 3 dəfə, quruluş növü isə 1 dəfə daha sonra. 2-ni hardan oxudum? 1 dəfə dəyişir. Bəli, leksik mənası, ümumiyyətlə neçə dənə leksik şəkilçi varsa, o qədər də leksik mənası dəyişir. 3 leksik şəkilçi var, 3 dəfə leksik mənası dəyişibdir. Quruluş isə 1 dəfə dəyişibdir. Düzəltmə olubdur, elə düzəltmə olaraq da sona qədər qalıb. F-ə baxırıq. Fərqli tələffüz olunmayan söz kökündəki qala fərqli tələffüz olunmur. Hecaların sayı ilə qrammatik şəkilçinin sayı eynidir. 2 hecalıdır, 2 dənə də qrammatik şəkilçi var. F-də doğrudur. C bəndi testinin doğru cavabı.
Aha, digər cavablara baxaq. 1-ə A yazdıqda D-yə baxaq. D-də deyir ki, tərkibindəki söz düzəldici şəkilçilərin sayı sözdəki şəkilçilərin sayına bərabərdir. Bu səhvdir. 3 leksik, 2 qrammatik var. 1A olanda D variantı olmaz. 1C olanda B-yə baxaq. B-də deyir ki, düymələmə feilin kökü ilə eyni hissəsinə aiddir. Bu doğrudur. İkisi də feildir. Tərkibində söz düzəldici şəkilçilərlə söz dəyişici şəkilçilərin sayı bərabərdir. Bu səhvdir. Çünki 3 dənə leksik, 2 dənə qrammatik var. 1C olanda D variantı olmaz. 1C olanda D variantı olmadığı üçün E variantı da çıxdı. 1C olanda B doğru idi. E-yə baxaq. Sözün leksik mənası 3 dəfə, quruluş növü isə 1 dəfə dəyişib. Düzdür. Fərqli tələffüz olunmayan F-ə baxaq. Söz kökündəki hecaların sayı ilə deməli qrammatik şəkilçilərin sayı eynidir. 2 qrammatik şəkilçi var, 1 heca var. Ona görə 1C olanda F variantı olmaz. B bəndi səhvdir. İ şəkilçisinin köməyi ilə i, görürsünüz burada i üstü 4 deyil. I bir cür yazılan şəkilçisidir, i şəkilçisi. Buna nəzərə alıb doğru cavabları 28-də müəyyənləşdirməliyik. Qəhvəyi sözün tərkibində işlənibdir. Bir səhvdir. Qəhvəyi i üstü 4 şəkilçisidir. Ona görə biri götürə bilməliyik. Qoşulduğu söz kökündə, söz cümlədə müxtəlif sintaktik vəzifə daşıya bilər. Bəli, tarixi hadisə, məsələn, burada təyin ola bilər və yaxud da isim kimi işləndikdə mübtəda kimi işlənir. Məsələn, xəqandan xəqani, xəqani gəldi, burada mübtəda kimi işlənə bilər. 4 doğru olacaqdır burada. Elmi sözündəki işlənmiş leksik şəkilçi kimi düşünmək olmaz. Elmdən elmi düşünə bilərik. Buradakı bir cür yazılan şəkilçidir. Ona görə 2 yanlışın altına doğru cavabdır. Burada deyil, düşünə bilməz. Milli mənşəli sözlərə qoşulub yeni söz yarada bilər. Deməli, bu alınma şəkilçi olduğu üçün milli mənşəli sözlərə qoşula bilmir. Alınma şəkilçi ancaq alınma sözlərə qoşulur. Ona görə 5-i də biz yanlışın altından doğru cavab kimi götürəcəyik. Qoşulduğu sözün quruluşunu dəyişir. Bu ehtimal deyil, doğrudur. 3-ü götürə bilmərik. Vəzifəsinə görə aid olduğu qrupdakı şəkilçilər ancaq söz sonuna artırılır. Bu da səhvdir. Çünki leksik şəkilçi sözün əvvəlinə də artırıla bilər. Deməli, 2, 4, 5 C bəndi testinin doğru cavabı. 29-cu testdən davam edirik. Verilən fikirlərdə uyğun gələni müəyyən edin. Deməli, itirdi sözünə baxaq. İtirdi. Həm sadə, həm düzəltmə söz kimi düşünülə bilər. Vurğu sona düşdüyü üçün bütün hallarda düzəltmə olacaq. Ona görə deməli, A variantı yanlışdır. Qaçaq sözünə baxaq. 2 cür, 3 cür düşünəcəyik daha doğrusu buna. A-qı bir dəfə bütövlükdə, bir dəfə də A üstə gəlsin Q formasında. Həm sadə, həm düzəltmə buna uyğun gəldi. Həm kök, həm də son şəkilçi amonimdir. Qaç sözünün amonimliyi yoxdur. Deməli, ona görə həm də kök və başlanğıc forması bütün hallarda bunun eyni deyil. Ona görə B bəndi səhv olacaqdır. Qorxaq sözündə kök və başlanğıc forması bütün hallarda eyni deyil. Məsələn, bunun qorxaq sifəti kimi götürsək, kökü qorxu olacaq, başlanğıc forması qorxaq olacaqdır. Gələcək sözündə də isim kimi düşünsək, bu kökü gəldi, başlanğıc forması gələcək olacaqdır. Ona görə 3-ə uyğun getmir, E bəndi səhvdir. Qurudur sözündə həm kök, həm düzəltmə, qurumaqdan qurutmaq kimi düşünə bilərik. Bir də qurudur, qurudur. Yəni, quru parçadır mənasında qrammatik. Həm kök, həm də son şəkilçisi amonimdir. Qurumaq feil və sifət kimi amonimdir. D də leksik və qrammatik şəkilçi kimi amonimdir. Kökü və başlanğıc formalar bütün hallarda eynidir. Deməli, bütün hallarda eyni hissəsinə aiddir. Qurutmaq feil kimi kökü feildir, yarandığı hissəsi də feildir. Sifət kimi işləndikdə kökü də yarandığı deməli, bütün hallarda kökü və başlanğıc forması bütün hallarda eyni olacaqdır. Kökü də başlanğıc forması da quru olacaqdır. Kökü və başlanğıc forması bütün hallarda eyni hissəsinə aid. Aha, burada feil olacaq, burada da sifət olacaqdır. D, bütün xüsusiyyətlərə uyğun gəldiyi üçün testin doğru cavabı. Hansı sözdə vurğunun yerini dəyişsək, sözün qrammatik mənası dəyişməz. Deməli, burada dəyişsək, azdırmaq feilindən azdır sayı olacaqdır. Canlanma isimidir. Burada vurğunun yerini dəyişsək, canlanma feili olacaqdır. Deməli, mütləq sözündə də vurğa əvvələ düşəndə köməkçinin hissəsi olacaqdır. Burada sifətdir. Gözlə əvvələ getsə, Lalə burada qoşma, göz isim olacaq. Burada feildir, gözləmə feili.
Döyünmək sözünə vurğunu əvvələ salsaq da, sona salsaq da yenə də fe'l olaraq qalacaqdır. Döyün, döyünmək. Ona görə C variantı testin doğru cavabıdır. Bu birinci hissənin izahı idi dostlar. İkinci hissədə görüşərik. Salamat.